Pedaqoji şura nədir qızlar? Pedaqoji şura, belə deyək, məktəbin ali idarəetmə orqanıdır. Bu nə deməkdir? Əslində, məktəbdə verilən o mühüm qərarlar var ki, məsələn, şagirdlərin geyim qaydaları, sinif rəhbərləri, daha doğrusu sinif rəhbərləri yox, cəzalar, təltif edilmələr, ondan sonra müəyyən məktəb daxili, məsəl üçün, dərs saatlarının müəyyən edilməsi, hansı siniflərin günorta, hansı siniflərin səhər növbədə aparılması kimi nüanslar olduqda, biz onda deyirik, bunlar qəbul olunmalıdır pedaqoji şuru iclasında. Əgər məktəbdə cəmi 3 dənə pedaqoji işçi varsa, pedaqoji şura iclası keçirilə bilər. Yəni 3 nəfərin olmağı pedaqoji şura iclasının keçirilməsinə əsas verir. Daha sonra, pedaqoji şuradakı alınan qərarların keçərli olması üçün isə heç olmayan məktəbdəki kadrların 3/2 hissəsi pedaqoji şura iclasında iştirak etməlidir. Yəni, məktəbdə 60 nəfər müəllim var. 3/2-si, yəni heç olmayan 40 nəfəri bu iclasda iştirak etsə, o pedaqoji şura iclasında qəbul olunan qərar keçərli sayılır. Aydındır qızlar burası. Pedaqoji şura iclası ildə ən azı 4 dəfə olmaqla keçirilir və əlavə pedaqoji şura iclasları keçirilə bilər. Bu da ki, növbədənkənar şura iclası sayılır, mühüm qərarların verilməsi ilə bağlı. Eyni zamanda şagirdlərin sinifdən sinifə keçirilməsində əgər sinifdə qalan şagird varsa, yay tapşırığı verilən şagird varsa, bunun istiqamətləri, qaydaları barədə də müzakirələr pedaqoji şura iclasında aparılır. Pedaqoji şura iclasında başqa nələr elan edilir? Siniflər, sinif rəhbərləri, şagird məzunda sinifdən sinifə keçən, sinifdə qalan uşaqlar, 11-ci siniflərin statistikası, 9-cu siniflərin buraxılış statistikası, daha sonra müavinlərin, UBT-lərin, psixoloqların, məktəbdəki digər rəhbər heyətin, direktorun, həmçinin təşkilatçının hesabatları da pedaqoji şura iclasında dinlənilir. Daha sonra məktəbdə şagird kontingenti barədə məlumat verilir. Əgər məktəbdə oyun qrupu, dərsdənkənar məşğələ bölgüsü, kiçik akademiya kimi birliklər varsa bunların, sonra niş, nizam, intizam şurası, yəni şagirdlərə verilən sarı kart, qırmızı kart və yaşıl kartla bağlı olan bu şagirdlərin rəğbətləndirilməsi və cəzalandırılması ilə bağlı olan niş, nizam, intizam şurasının qərarları, bunlar hamısı pedaqoji şurada edilməlidir. Pedaqoji şurada edilən bütün çıxışlar və dinlənilən bütün hər şey pedaqoji şuranın protokol kitabında, üzr istəyirəm. Qızlar, üzr istəyirəm. Demək, pedaqoji şura iclasına dinlənilən hesabatlardan verilən, aparılan müzakirələr qədər hamısı pedaqoji şuranın protokol kitabında qeyd olunmalıdır. Pedaqoji şuranın sədri, yəni rəhbəri məktəbin direktorudur. Pedaqoji şuranın katibisi istənilən, ilk pedaqoji şurada seçilən şəxsdir. Bu müəllim ola bilər, laborant ola bilər, katibi ola bilər, müavin ola bilər. Direktor özü bilər onu seçəndə. Və hamılıqla da qərarı verilə bilər. Yəni bu o qədər əhəmiyyətli deyil. Çünki katib orada aparılan sövdələşmələri, problemləri, məsələn, korreksiya edici söhbətləri, hesabatları pedaqoji şuranın protokol kitabına yazılır və orada pedaqoji şuranın protokol kitabı da daimi olaraq saxlanılır. Dərs və istirahət saatları, növbələr, dərs növbələri, birinci növbənin dərs saat aralıqları və sair və axır hamısı pedaqoji şuranın protokol kitabında, pedaqoji şura iclasında müəyyən edilir və orada da müzakirə edilir. Başqa burada nəsə bir sualınız varmı? Çox sadə dərsdir, çox asan dərsdir. Pedaqoji şuranın qərarları, belə deyək, qanunverici ilə birbaşa həyata keçirilmiş sayılır. Amma yenə də pedaqoji şura iclasında 3/2 saydan az müəllim olarsa və ya siz düşünürsünüz ki, sizin hüquqlarınıza zidd olan hər hansı bir qərar, qanun qəbul olunubsa, bu qərarların müzakirəsi, yenə dediyim kimi, hüquqi müstəvidə, istər məhkəməyə müraciət edir və sair və axır bu nizamlana bilər. Eyni zamanda pedaqoji şurada qanunun aliliyi, etik davranış prinsiplərinin qanunun aliliyi, qərəzsizlik və konfidensiallıq qanunları qorunur. Və qanunun aliliyinə əsasən qeyri-qanuni, əsassız heç bir qərar orada sizin lehinizə, əleyhinizə, yaxşılığınıza və pisliyinizə verilə bilməz. Bunu da heç vaxt unutmayın. Eyni zamanda burada metodiki şura, metodiki birləşmələr, onların fəaliyyəti, fəaliyyətin nəticələri, hesabatları və s. və axırda burada dinlənilir, müzakirə oluna bilir.